Mənim əzizlərim, davam edirik Oxatan bürcləri ilə. 22-28 dekabr həftəsi Oxatan bürclərini nə gözləyir? Bununla bağlı açılım eləyəcəyik. Görək Oxatanları nə gözləyir? Oxatanlar azadlıq istəyirlər. İstəmirlər kimsə onları kontrol eləsin. Görək nə gözləyir bu həftə. Neyse arzusunda, xəyalındasınız. Bu anda o arzu ilə bağlı addımlar atmaq istəyirsiniz. Özünüzün bu addımlarla bağlı fikirləriniz var. Kontrol altına qısqanılmağı sevmirsiniz. Bu baxımdan narahatlıq hiss eləyirsiniz. Amma hər tərəfə işıq saçırsınız. Tamamlanmaq istəyirsiniz. Bollluq, bərəkət gəlir. Hansısa bir işlə bağlı da ola bilər ki, hansısa bir işi tamamlayacaqsınız və ola bilsin ki, həmin o işin tamamlanması nəticəsində əlinizə pul gələcək. Biraz qərarsızsınız aşırı dərəcədə. Əslində olan hadisələr adidir, sadədir. Onu biraz yəni ki, böyütmək lazım deyil. Həyatınızda hər şey axarında, yaxşılığa doğru gedir. Amma özünüzlə tək qalanda kimdənsə qəlbinizin qırılmağı, kimdənsə danışmaq, söhbət etmək istəyirsiniz, amma bu mümkünsüz deyil. Bu yol açıqdır. İstəsəz adım ata bilərsiniz. Kədərlənirsiniz, bu hansısa bir tamamlanma ilə bağlıdır, amma bunun mənbəyini tapıb məsələni həll edə bilərsiniz. Hisslərinizə güvənin, üçüncü gözünüz açıqdır. Sizin üçün bu baxımdan uğurlu gəlir. Sakitliyinizi qoruyun. Sakitliyə çəkilmək istəyirsiniz. Hansısa bir yol var. Harasa getmək istəyirsiniz, yeni bir işdə ola bilər. Amma bununla bağlı tutumlu davranmaq istəyirsiniz və bu da dostlarınız tərəfindən, yəni dostlarla da ola bilər bu. Bu harasa yol getmək, dostlarla hansısa bir vaxtı keçirmək. Amma biraz deyir ki, sənin ağzını açmaq lazımdır. Yəni sizdən pul çıxacaq. Ümumiyyətlə sizin üçün oyanış ayıdır, yenidən doğuş ayıdır. Belə, görək sevgi mesajı nədir? Kartların Oxatanlara bu həftəlik sevgi mesajı nədir? Çox qərarlısınız, münasibətdə nəyi necə edəcəyinizi bilirsiniz. Çox qıraqdan güclü görünürsünüz. Bu ətrafındakı insanların diqqətini çəkir, inamlısınız.